Bir daha salam, əziz dostlar. Biz bu günləri boranı plov bişiririk. Dedim, çəkim göstərim. Bizdə bu qayda ilə bişir. Hər yerdə bu cür qayda ilə bişir. Bax, qazmağını hazırlamışam. Qazmağı hazırdır, qazmağı. Bəli, belə. Qazmağın üstündən boranı səpirik. Boranın üstündən pesok vururuq. Boranı nə qədər şirin olsa, xanımlar, biz həmişə pesokluyuruq, yəni. Və üstündən düyü əlavə edirik. Belə. Yenə də pesok. Yenə üstündən düyü. Bunun daşma plovunu da eləyirdik. Biz də o vaxtı qədimdə mənim nənəm eləyərdi. Daşma plov. İnanın ki, biz nə qədər süzək hazırlayaq, nənəmizin yanı, anamızın, nənəmizin bişirdiyinin dadını vermir, inanın. Yenə üstündən düyü. Düyünün üstündən yenə boranı. Və dəsmal, çay dəsmalı, belə bir təkən çay dəsmalını biz, əziz xanımlar, qapağa belə bükürük. Qapağa bükmənin hazırlarda satılır, amma bunun qədər yaxşı olmur, xanımlar. Bu dəsmallar qədər yaxşı olmur. Və belə də aparıb dəmə qoyuruq.